yüksəkliyə gedən bir yoldur həkimlik. Əgər yuxarı qalxmadınsa, sürüşüb aşağı düşəcəksən. İndiki texnologiyalarla, indiki təbabətin inkişafı ilə deyərdim ki, bir həftədə heç olmasa 2 gün, 3 gün mütaliə eləmək lazımdır. Bundan daha artıq işlər də görə bilərdim, lakin deyirsən saydıq bu sayı, gör fələk nə sayır. Nə cür ki, bir fəlsəfəçi demişdi, bütün insanlar eyni cür xoşbaxt olurlar, amma hərəsi özünə məxsus bir problemi vardır. Ailəmizdə atam həkim, anam həkim. Daima uşaqlıqdan biz evdə deyərdim ki, mini konsiliumlar eləyirdilər. Həmişə xəstələrdən söhbət düşürdü, xəstəxanadakı problemlərdən danışırdılar, müalicədən. Və həkim ailəsində böyüyən bir evlad yəqin ki, daha çox həkimliyə yiyələnmək istəyir və zaman getdikcə mən həkimliyə doğrudan da marağım var idi. Biz həmişə fikirləşirik ki, biz nəyisə axıra kimi bilirik, lakin gəlib o nöqtəyə çatanda bir də görürük ki, bizim bilmədiyimiz şeylər çoxdur. Newton demişkən, elm böyük bir dəryadır, mən isə balaca uşaq. Dəryanın qırağında oturub hələ daşlarla oynayıram, balıq qulaqları ilə oynayıram. Xəstənin özündə və qohumlarının sifətində təbəssüm görəndə bu insana böyük bir, necə deyərdim sizə, qürur hissi də verir və insan şad olur ki, doğrudan da kiməsə bəxş eləyə bildi. Yaşamaq xoşbaxtlığını, sağlam yaşamaq xoşbaxtlığını. Bu pafos deyil, deyərdim bu ürəyimdən gələn sözlərdir. Bir misal gətirim, bir uşaq valideynlə gedirlər, uşaq atasından xahiş edir ki, ay papa, ayaqqabım yoxdur. Bugün ayaqqabı al mənə, keçirlər, görürlər ayaqqabının qiyməti məsələn 20 manat. Valideyn deyir, yox, sənə ayaqqabı lazım deyil. Uşaq narahat halda qayıdır evə. Bir müddət sonra, 1-2 ay sonra atası uşaqla gedirlər. Gəlirlər, görürlər haman ayaqqabı 30 manata olubdur, misal üçün. Atası ayaqqabını alır uşağa. Uşağın əlbəttə ki, bir sualı çıxır ki, ay ata, sən bu ayaqqabını 20 manata almadın, 30 manata bəs niyə aldın? Dedi, bala, sən istəyəndə mənim cibimdə heç 20 manatım da yox idi. Amma indi imkanım vardı, indi də imkan edirəm. Ona görə valideynləri məhkəməyə çəkmək və fikirləşmək ki, mən valideynimdən daha yaxşı valideynəm, o düzgün deyil. Bu sözə Albert Einstein gözəl cavab vermişdi. Demişdi ki, bir müəllim mühazirə oxuyanda demişdi ki, qaranlıq var, müəllim demişdi, bəli var. Çünki əvvəl müəllim bir misal çəkdi ki, Allah yoxdur və siz onu görmürsünüz, Allah yoxdur. Albert Einstein də haman leksiyada, mühazirədə oturmuşdu. Bir qaranlıq var. Müəllim deyir, bəli var, deyir, yox. Qaranlıq odur, işığın olmamasıdır. Soyuqluq var, müəllim deyir, var, deyir, xeyr, soyuqluq da o deməkdir ki, hərarət yoxdur, soyuqluq sözü yoxdur. Ona görə işığın olmadığı yerdə qaranlıq gəlir və qaranlığı deyərdim ki, insanlar oturub qaranlığı lənətləyirlər, qaranlığı pisləyirlər. Onun əvəzinə durub bir şam yandırmaq mən bilən daha xeyirli olar. Vicdan insanın bir Allahıdır.
Hərdən deyirlər, siz Allaha inanırsınız ya yox. Allaha inanmaq bu, bilirsiniz, namaz qılmaq, oruç tutmaq, həccə getmək kimi bu belə bir faktorlar lazım deyil. İnsanın Allahı olmalıdır ki, bilirsiniz, öz vicdanı qabağında təmiz olsun. Öz uşaqlarıma da deyirəm, bir işi təklikdə görəndə də bilir ki, Allahın nəzarətisinin üstündədir. Allahın gözü qabağında bunu eləyir. Əgər sizin deyir, vicdanınız varsa, belə bir misal var Rusça, если у вас есть совесть, то у вас используют те люди, у которых нет совести. Sizin vicdanınız vardırsa, sizdən vicdansızlar istifadə eləyəcəklər. Amma mənim aləmimdə və bizim ailədə ümumiyyətlə vicdan olmalıdır. Vicdanını itirməməlisən. Ələxüsus bizim həkimlik sənətimizdə. Evimizdə böyük bir divar kitabla doludur. Özümü çalışmışam bir subyekt kimi, bir insan kimi, yəni heç kimə tutuşturmuram. Yəni hər bir qəhrəmanın müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Biri soruşur ki, deyir, mədəniyyəti kimdən öyrəşdin? Deyir, mədəniyyətsizliklərdən. Onların gördüyü, deyir ki, pis hərəkətləri təkrar eləmədim, oldum mədəni bir insan. Romanlardan, yəni ki, detektiv romanları sevirəm. Hal-hazırda Nesbø, belə bir yazıcı vardı, Norveç yazıcısı. Bizim yazıcılardan Çingiz Abdullayevdir detektiv romanlarında. Deməli, detektiv çox oxuyuram. Conan Doyle'un deməli, əsərlərini oxumuşam. Edgar Poe, sonra Georges Simenon. Və çox zaman və mən kitab oxuyanda əvvəldən mülahizə qururam ki, cinayətkar kimdir? Bu cinayəti kim eləyə bilər? Və axırda görəndə ki, bəli, mən haqlıydım, əvvəldə kimdən şübhələnmişdim. Özüm belə fikirləşirəm ki, yəqin haman o detektivdən özümü bir yerə qoyuram. Yox. Mənim dostlarımın arasında nə məhkəməyə cəlb olan vardı, ola bilsin ki, qohumları kiminsə olubdur, ola bilsin xəstələrimin arasında elə olubdur, lakin dostlarımın arasında kriminal keçmişi olan olmayıbdır. Amma yenə deyirəm, həkim kimi biz hər bir insanla qarşılaşırıq. Məsələn, xəstələrim var idi, 15 ildə yatmışdılar qazamatda, kriminal keçmişləri də olmuşdu. Lakin dostlarımın arasında elə birisi yoxdur. Bene diagnostikur, bene kurator. Yaxşı diaqnoz qoyursansa, yaxşı da müalicə eləyirsən. Bu bir. İkincisi, non-nocere. Həkimliyin birinci qanunu, non-nocere. Yəni, ziyan vermə. Mən diaqnozu tam dəqiqləşdirməmiş, çalışıram xəstəyə müalicə yazmayam. Şübhəm qalıbdırsa, yenidən müayinə elətdirirəm. Şübhəm tam keçməyibsə, yeni müayinə üsulları vardı indi. Çalışıram 100% həkimlikdə heç nə yoxdur. Heç olmasa bir 95% bu barədə, diaqnoz barədə mən əmin olum ki, sonra müalicə yazım. Ruslar deyirlər, vraçebnaya logika, həkim logikası, yəni ki, həkimin fikri önəmlidir. Çalışıram ki, tez müalicə yazmayam. Müayinədən keçirdəndən sonra və yazdığım dərmanlar ziyan verməsin. Bəli, elə xəstələr vardı, zəng eləyir ki, doktor, bəs mənim şəkərim düşmür, yazdığım müalicə kömək eləmir. Həmişə bu həm ziyarət, həm ticarət filmi yadıma düşür.
Yadınızda Hacı İsmailov orada əllərini qaldırır göyə, deyir, ay Allah, elə ki, mən bir özdə şəkilə bir Volqa maşın udum. Axırda Allah Teala ona üzün qayıdıb, deyir ki, abala, üçün bir lotereya bileti al ki, mən də sənə imkan verim ki, bunu udasan. Əgər xəstə xəstəlik tərəfdədirsə, həkimin müalicəsi kömək olmayacaq. Bunu bilməmək özü xoşbaxtlıqdır. Elə xəstə düzdür, xaricdə bizdə məsələn həkim etikası var və biz xəstəyə, ən ağır xəstəyə də biz bu sözü demirik. Lakin qohumlarına deyirik ki, məsələn xəstənin vəziyyəti ağırdır, onlar bilsinlər işlərini. Xaricdə isə mən məsələn bununla dəfələrlə toqquşmuşam. Xəstəyə deyirlər ki, bəli, sizin təqribən, yəni 100% heç kim deyə bilməz nə qədər, 3 ay, 6 ay ömrünüz qalıbdır. Niyə? Onların müəyyən problemləri vardı, vəsiyyətnamələri vardı. Yəni, öz işlərini tarazlamaq üçün deyir. Lakin insan öz ömrünün qurtarması haqqında bilsə, mən fikirləşirəm ki, bizim mentalitetlə heç o insanlar gözləməzlər o müddəti. Biz çox xəstələrə demirik ki, xəstəliyi nədir? Çünki bəzi zaman bunlar öz xəstəliklərini biləndə deyirlər ki, uşaqlarımı, yaxınlarımı xərcə salmayım, onsuz da mənim ömrüm buracan idi, xərçəng xəstəliyinin müalicəsi yoxdur. Müalicəni də dayandırırlar və onlar ömürlərini biraz da qısaldırlar. Lakin indiki zəmanədə, yenə deyirəm, təbabət elə inkişaf edib ki, xərçəngi müalicə eləmək olur. Baxır onun mərhələsindən, rusca desəm stadiyasından, birinci, ikinci stadiyada müalicə eləmək olur. Artıq 4-cü mərhələdə metastazlar çox olanda aydın məsələdir ki, burada da simptomatik müalicə gedir ki, bu intoksikasiyanı azaltmaq, biz ömrü uzada bilərik bir qədər. Lakin xəstə özü bilsə ki, nə vaxt öləcək və biz onu desək ona, o müalicəni dayandıracaq psixologiyasına görə çoxları. 2014-cü ildə Respublika xəstəxanasında bir xəstə yatırdı. 3-4 ay komadaydı. Müalicə gedirdi, xəstəlik də çox qəliz xəstəlikdir. Və o zaman biz konsilium elədik, baş həkimlə də söhbət elədik. Axır ki, deməli, bunun dərdi tapıldı və düzgün müalicə gedəndən sonra bu insan bu günə kimi yaşayır.